Prognoz TV kanalına hoş gelmişsiniz. Salam, hər vaxtınız xeyir olsun. Sizə 12 mart 2026-cı ilin bürclərini təqdim edirik. Qoç bir çox cəhətdən şanslı olacaqsınız. Yeni işlərə başlamaq və ya cari layihələri davam etdirmək üçün əla vaxtdır. Bununla belə tələsik qərarlar və həddən artıq güvəndən çəkinin. Bir çox qoç müttəfiqlərinin və tərəfdaşlarının fikirlərini dinləsə yaxşı olar, o zaman itkilərdən və çətinliklərdən qaça biləcəklər. İntuisiya sizə qeyri-müəyyən situasiyalarda düzgün yolu söyləyəcək. Yeni tanışlıqlarda asanlıqla xoş təəssürat yarada biləcəksiniz. Faydalı əlaqələr qura və pozulmuş münasibətləri bərpa edə biləcəksiniz. Axşam ümumi maraqlarınız olan qonaqları qəbul etmək üçün əlverişlidir. Buğa qeyri-müəyyən bir gündür. Bir çox buğa çox həssas olacaq və bu, onların başqaları ilə ortaq dil tapmasına mane olacaq. Həmsöhbətinizi inandırmağa çalışmamalısınız, unutmayın ki, özünüz bəzən səhv edə bilərsiniz. Öz inadınızı cilovlasanız, birlikdə işləmək məhsuldar və maraqlı olacaq. Sosial tədbirlərdə iştirak etmək üçün ən yaxşı vaxt deyil. Günortadan sonra ünsiyyəti məhdudlaşdırmaq, diqqəti rutin işlərə cəmləmək və yaxınlarınıza vaxt ayırmaq daha yaxşıdır. Ailənizin və dostlarınızın dəstəyi sizin üçün xüsusilə dəyərli olacaq. Əkizlər səhər çətin olacaq, amma sonra hər şey düzələcək. Bir çox əkizlər öz emosional problemlərinə görə biznesə fokuslanmaqda çətinlik çəkəcəklər. Fikir fərqliliyinə görə həmkarlarla fikir ayrılıqları mümkündür. Dəyərini itirmiş münasibətlərdə artıq onlara son qoymaq vaxtıdır. İş dəyişdirmək üçün pis gün deyil. Günortadan sonra nəzakət və diplomatiyanız işə düşəcək. Müxtəlif insanlarla ünsiyyət qurmaq üçün əlverişli zamandır. Fikirlərinizi asanlıqla çatdıra və kompromis həllər təklif edə biləcəksiniz. Xərçəng pis gün deyil, baxmayaraq ki, çətinliklərsiz olmayacaq. Səhər soyuqqanlılığınızı qorumaq sizin üçün çətin olacaq. Çətin ki, həmkarlarınız və qohumlarınızla münaqişələrdən qaça biləsiniz. Bəzi xərçənglər təcili məişət məsələlərini həll etmək üçün işlərini bir kənara qoymalı olacaqlar. Bununla belə istəsəniz, ağlabatan bir kompromis tapacaqsınız və lazım olan hər şeyi etməyə vaxtınız olacaq. Tədricən vəziyyətin yaxşılığa doğru dəyişdiyini görəcəksiniz. Mürəkkəb və dolaşıq problemləri başa düşmək daha asan olacaq. Başqalarının çətin tapdığı işlərin öhdəsindən uğurla gələcəksiniz. Şir parlaq və məhsuldar bir gündür. Uçan rənglərlə hətta ən çətin tapşırıqların öhdəsindən gələcək və özünüzü əla lider kimi sübut edəcəksiniz. Bir çox şirbürcü karyera yüksəlişi ilə bağlı ümidverici təkliflər alacaq. Yeni şeylər öyrənmək və bacarıqlarınızı artırmaq üçün əla vaxtdır. Doğru insanlarla əlaqə qura və pozulmuş əlaqələri bərpa edə biləcəksiniz. Nüfuzlu himayədarların meydana çıxması istisna edilmir. Qarşılıqlı anlaşmaya daha tez nail olmaq üçün cari vəzifələrin müzakirəsini qeyri-rəsmi şəraitə keçirmək daha yaxşıdır. Çox güman ki, xoş xəbərlər alacaqsınız. Qız sizi gözəl gün gözləyir. Elə səhərdən güc və enerji artımı hiss edəcəksiniz və bu istənilən problemi həll etməyə kömək edəcək. Bir çox qız bürcü eyni anda həm gündəlik qayğıların, həm də iş problemlərinin öhdəsindən gələ biləcək. Ən yaxşı tərəfinizi göstərmək və rəhbərlikdən layiqli razılıq almaq şansınız olacaq. Cazibədarlığınız sayəsində xüsusilə sərfəli sövdələşmələr bağlaya biləcəksiniz. Liderlik keyfiyyətləriniz özünü göstərəcək ki, bu da başqalarının diqqətindən yayınmayacaq. Sürətli karyera yüksəlişi ehtimalı yüksəkdir. Axşam şəxsi həyatınızla bağlı xoş sürprizlər gətirəcək. Tərəzi olduqca əlverişli gündür. Düzdür, səhər saatlarında rahatlıq tapmaqda müəyyən çətinliklər yarana bilər. Dərhal iş rejiminə keçə bilməyəcəksiniz, ona görə də tanış, adi işlərdən başlamaq daha yaxşıdır. Tədricən bir çox tərəzilər özlərini bir yerə çəkəcək və narahat olmaq üçün əsl səbəb olmadığını anlayacaqlar. Günün ikinci yarısında yaradıcılıq qabiliyyətləriniz üzə çıxacaq. Onlar sizə çətin situasiyalardan çıxış yolu tapmağa, həmkarlar və rəhbərliyin gözündə nüfuzunuzu gücləndirməyə kömək edəcəklər. Dostlar və tərəfdaşlar istənilən işdə sizə kömək edəcəklər. Əqrəb ziddiyyətli gündür.
Səhər həddindən artıq əsəbi olacaqsınız, ona görə də işlərin öhdəsindən gəlmək həmişəkindən daha çətin olacaq. Əksər əqrəblər böyük layihələri öz üzərinə götürməməlidir, cari işlərə diqqət yetirmək daha ağıllı olardı. Səbir və ehtiyatlılıq çətinliklərdən və səhvlərdən qaçmağa kömək edəcək. Tədricən müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Həmkarlarınızın və rəhbərliyin gözündə nüfuzunuzu gücləndirə biləcəksiniz və layiqli təşviq alacaqsınız. Axşam yaxınlarınızla ciddi söhbətlər üçün əlverişlidir. Oxatan işləri sonraya qoymayın. Səhər müxtəlif insanlarla ünsiyyət üçün əlverişlidir. Cazibədarlığınız artacaq, bu da başqalarının diqqətindən yayınmayacaq. Onlar sizi yerləşdirməkdən, hər cür yardım göstərməkdən və ideyalarınızı dəstəkləməkdən məmnun olacaqlar. Bir çox oxatan bürcündə gizli istedadlar oyanacaq. Ən çətin və qarışıq vəziyyətlərdən çıxış yolu tapa biləcəksiniz. Axşama doğru şəxsi işlərdən yaxınlarınızın problemlərinə keçməli olacaqsınız. Ev işləri də diqqətinizi tələb edəcək. Xırda uğursuzluqlara diqqət yetirməmək vacibdir, o zaman yaxşı əhval-ruhiyyəni qoruyub saxlaya biləcəksiniz. Oğlaq xüsusilə günün ilk yarısında hər şey rəvan getməyəcək. Sakit qalmaqda çətinlik çəkəcəksiniz. Kiçik problemlər qıcıqlanmanın artmasına səbəb olacaq. Bəzi oğlaqlar impulsiv hərəkətlərə meyilli olacaqlar və bu iş nəticələrinə ən yaxşı təsir göstərməyəcək. Səbirli olmalı, vacib qərarlar verməməli və tələskənliyə yol verməməlisən. O zaman siz lazım olan hər şeyin öhdəsindən gələ və ətrafınızda dinc bir atmosferi qoruya biləcəksiniz. Axşama doğru sakitləşəcək, düşüncələrinizi toplayıb başladığınız hər şeyi tamamlayacaqsınız. Köhnə dostlarla görüşmək sizə böyük sevinc bəxş edəcək. Dolça çox şeyə nail ola bilərsiniz, amma cəhd etməli olacaqsınız. Dolçaların əksəriyyəti rəhbərliyə dəyərli fikirlər təklif edəcək və beləliklə özlərini perspektivli işçilər kimi təsdiq edəcəklər. Bütün işlərin öhdəsindən tək gəlmək məcburiyyətində olmayacaqsınız, birlikdə işləmək daha məhsuldar olacaqdır. Yeni biliklər əldə etmək üçün yaxşı gündür. Tezliklə sizin üçün çox faydalı olacaq bir şey öyrənəcəksiniz. Eyni zamanda özünüzü ələ almaq vacibdir. Siz impulsiv davranışlara və aqressivlik partlayışlarına meyilli olacaqsınız. Sevdiklərinizə çox söz deməməyə çalışın, əks halda münasibətlərinizi ciddi şəkildə korlamaq riskiniz var. Balıq gününüz xeyir. Siz emosional yüksəliş və güc artımı hiss edəcəksiniz. Bir çox vacib məsələləri həll etmək mümkün olacaq. Müqavilələrin bağlanması üçün əlverişli zamandır. Bir çox balıqlar ictimaiyyətə çıxmaqdan həzz alacaqlar. Çoxlu perspektivli tanışlıqlar və etibarlı himayədarlar tapmaq şansınız olacaq. Başqalarının maraqlarını və ehtiyaclarını başa düşməkdə əla olacaqsınız. Buna görə də adətən çox yaxşı yola getmədiyiniz insanlarla belə asanlıqla razılığa gələcəksiniz. İşgüzar münasibətlərin romantik münasibətlərə çevrilməsi mümkündür.